Bugün sizlere fərqli bir dadda gürcü salata hazırlayıram. Bunun için toyuğun sinə əti yaxşıca bişirilib didilir. Üzərinə rondodan keçirdilmiş qoz ləpəsi əlavə olunur. Salata xüsusi dad verən bir çay qaşığı gürcü ədviyyatı olan ximeli suneli və zövqə görə duz, qara siot əlavə olunur. Bir diş sarımsağı da sürtkəcin xırda gözündən keçirdirik salatın üzərinə və ən sonda isə salata mayonez əlavə edirik. Salatın daha da ləzzətli alınması üçün mən Secret Vkusa mayonezlərindən istifadə edirəm. Salat sevən biri olaraq onu deyim ki, Secret Vkusa mayonezləri ilə salatlarım həqiqətən də çox ləzzətli alınır. Mayonezi də əlavə edib salatı yaxşı qarışdırdıqdan sonra salatı top-top düzəldirik və içliyi üçün də qara gavaldan istifadə edirik. Qara gavalını xırda doğrayıb salatın orta hissəsinə yerləşdiririk və top halına gətiririk. Ovucumuzun içərisində yuvarlayıb üzərində qoz ləpəsi ilə servis edərək boşqaba düzürük. Ərzaqların tam olaraq miqdarını sizlər üçün açıqlama bölümündə qeyd edəcəm. Salata hazırladıqdan sonra yarım saat soyuducuda dinləndirib süfrəyə verə bilərsiniz. Ve budur artık. Gördüğünüz gibi salatım hazır oldu. Mütləq sizler de hazırlayın. Fərqli dadda salat sevənlər bu salatı mütləq sınasın. Hem görünüşü çok gözəldir, hem de dadı fərqli bir daddır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidilə. Hələlik.